Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün 7 dekabr tarixində OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin birgə təşkil elədiyi blok sınaq imtahanının ədəbiyyat suallarının izahına baxacağıq. Deməli, kanalımıza abunə olaraq izləyən hər kəsin halal xoş olsun. İzləyin, öyrənin. İnşallah qəbul imtahanlarında da nəticəniz yüksək olsun. Əziz şagirdlər, deməli mən sizə bir dənə də elanı nəzərinizə çatdırım. Bizim artıq buraxılış üçün olan sürət qrupumuz yanvar ayının 1-dən başlayacaq. Qoşulmaq istəyirsinizsə, əgər kimlər ki qoşulmaq istəyir, 070 535 35 55 nömrəsini WhatsApp-na yazıb qoşula bilər. Həftədə təxminən 4-5 gün dərs olacaq. Həm qrammatika üzrə bütöv Azərbaycan dilini təkrar eləyəcəyik. Həm təxminən 40-dan çox sınaq işləyəcəyik. Hər sınaqda 2 mətn, bu 80 mətndən çox eləyir. Və bu da sizin imtahanda birbaşa yüksək nəticə göstərmənizə təsir edəcək. Təbii ki, bizim də özümüzün sistemimiz var, ona uyğun dərslər təşkil olunur. Və belə, başlayaq sualların izahına uşaqlar. Deməli, birinci sualda deyir ki, bizə Durna Teleqoluna aid hadisələrin düzgün ardıcıllığını müəyyənləşdirin. Koroğlu'nun göstərişi ilə dəlilər qocanın zəmisini biçirlər. Koroğlu söylədiyi gəraylıda oğlu Eyvazın xarici görünüşünü təsvir edir. Yəqin ki, bu ən qabaq olacaq. Nigar xanım Eyvazın Durna Teli gətirmək üçün getməsinə razılıq verir. Bu da elə bundan dərhal sonradır. Oğlunun dar ağacının dibindən görən Koroğlu Aslan Paşa'ya iltimas edir. Aslan Paşa aşıq qiyafəsində olan Koroğluya götürdüyü əsirlərdən xəbər verir. Deməli, birinci olacaq 2, 3, 1. Bəli, ardıcıllıq belədir. Deməli, 2, 3, 1. Və sonra Koroğluya məlumat verir Aslan Paşa. Sonra Koroğlu dar ağacının dibində oğlunu görür. Deməli, 5, 4. O da 2, 3, 1, 5, 4 A variantı. Növbəti sualımıza baxaq. Təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Xəbərlər dolaşıq, qarışıq gəlir. Yenə təkrar edir tarix səhvini. Dünyada tarazlıq itibdir, nədir? Əyir planetin bir tərəfini. Deməli, tarazlığın planetin bir tərəfini əyməsi olacaq metafor. İnversiya təbii ki var, əyir. Xəbər əvvəldədir 1, 3. Və bir də bədii sual deyək. Burada bədii sual da var. 1, 3, 4 variantı olacaq, B variantı. Təzad görmədik burada. Və bir də təşbih yox idi. Deməli, cavab B variantı. 63-cü suala baxaq. Kitab Dədə Qorqud eposu haqqında yanlış fikir müəyyən edin. Hər boyun müstəqil süjet xəttə özünə məxsus kompozisiyası vardır. Təbii ki, olacaq. Niyə olmasın ki? El-obaya layiq gənclərin tərbiyə edilməsi bədii həlli verilmiş problemlərdəndir. Doğrudur fikirdir. Sözlərin böyük əksəriyyəti ərəb-fars mənşəli. Baxın, Dədə Qorqud dastanında hələ ərəb-fars mənşəli sözlər ümumiyyətlə dilimizdə o qədər deyildi. Ona görə səhv variant C variantı olacaq. Oğuz elinə xaincəsinə basqın edən düşmən obrazları da yaradılmışdır. Təbii ki, bu Oğuz elinə basqın edən düşmən obrazları var. Şöklü Məlik, Qara Məlik və s. Boyların ilk yaradıcısı söyləyənin Qorqud ata hesab olunur. Bəli, bu da var, doğru fikirdir. Deməli, C variantı. Növbəti sualımıza baxaq. Hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olacaq? Deyirik, burada doğrudur, burada da yanlışdır verib. Doğrudan yanlışı tapacaq, yanlışdan da doğrunu yerini dəyişmək üçün. Deməli, lirik qəhrəman öz əhval-ruhiyyəsini bədii təzadlar vasitəsindən verir. Belə bir şey yoxdur bu əsərdə. Təzadlar vasitəsilə tərənnüm edilən gözəl xarici görkəminin inandırıcı təsvirlərlə yadda qalır. Pərinin xarici gözəlliyi bəli təsvir olunur. Müəllif vəsf elədiyi gözəlin təsvirində təşbih və epithetlərdən istifadə edib, təbii ki, eləyəcək. Məsələn, tutaq ki, boyun sürahidir, bədənin billurdur, təşbihləri var. Məsələn, və s. Yəni, var da şeir başdan ayağa bundan ibarətdir onsuz da. Yanlışa baxaq, lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeri vasitəsində. Pəridə belə bir şey yoxdur. Ona görə bu yanlışdır. Yanlışın altında düz verilib. Gözəl lirik qəhrəmanın qarşısına çıxanda onu günəş kimi yandırıb yaxır. Belə bir şey də yoxdur. Günəş təki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən, əskik olmayasan sən adam pəri deyir. Ona görə yanlışdır. Şeir tərənnüm etdiyi gözəlin
onun ağlını başına şair tərənnüm etdiyi gözəlin onun ağlını başına aldığını vurğulayır. Bunu dedik, bu doğru fikirdir. Deməli, doğru fikirdən yanlışların altından doğrunu götürəcəyik, keçirəcəyik bu tərəfə. Buradan da 1-i götürüb keçəcəyik yanlışın altına. 1 və 6 cavabı olacaq. Cavabımız A variantı. Növbəti 65-ci suala baxaq uşaqlar. Deməli, nə deyir bizə? İskəndərnamə poemasına əsasən səbəb-nəticə əlaqəsinin pozulduğu nümunəni müəyyənləşdirin. Niqmaş İskəndərə çətin işlərdə oğlu Ərəstuya məşvərət etməyi məsləhət edir. Hakimiyyətə keçən İskəndər Ərəstunu özünə vəzir edir. Burada heç bir səhv yoxdur. Səbəbi də verib, nəticəsi də verib. Səbəb verib ki, taxt taca yiyələnən İskəndər bir sıra islahatlar həyata keçirir, təbii ki, keçirir. Ölkədə köhnə qayda qanunları tamamilə ləğv edir. Xeyr, bəyəndiklərini saxlayır, bəyənmədiklərini ləğv edir. Ona görə də B variantı ilə yanlış variantdır. Pozulduğu variant B variantıdır. Digər variantlar da doğrudur olduğuna görə elə cavab B-ni götürək, vaxt itirməyək. Növbəti sualımıza baxaq. Elə-Venn diaqramına uyğun doğru fikirlər müəyyənləşdirin. Leyli Məcnun və Dəhnamənin müqayisəsidir. Zəmanəsinin davranış normalarına zahirən tabe olan obraz yaradılmışdır. Zahirən burada Leyli tabe idi. Bəli, bu doğru fikirdir. Doğru yerdə verilib. Həcəc bərinə yazılması əsərin rəvan oxunmasına imkan yaradır. Bu ikisinə də aid fikirdir. Burada verilməyə yanlışdır. Ortada verilməlidir. Baş qəhrəman qəhrəmana xeyirxahlıq edən obraz iştirak edir. Bu Dəhnamədə bağban obrazıdır. Leyli Məcnunda da xeyirxahlıq edən obraz, məsələn, Nofəl var. Ona görə bunu düz götürə bilərik. Real insan obrazları ilə yanaşı rəmzi obrazlar da yaradılmışdır. Bu təbii ki, Dəhnamiyə aiddir. Burada verilməyə yanlışdır. Deməli, hadisələrin təqdimatı əsərin birinci şəxsin təhkiyəsinə əsaslanır. Bəli, Dəhnamədə birinci şəxsin təhkiyəsinə əsaslanır. Bunu deyə bilərik. Amma Leyli Məcnunda xeyr. Leyli Məcnunda müəllifin dilindən deyilir. Əsərdə şəxsiyyət azadlığı başlıca problem kimi qaldırılmışdır. Şəxsiyyət azadlığı da xüsusən Leyli Məcnunda var. Bunu burada verilməyə yanlışdır. Deməli 5 doğrudur. 1, 3, 5 variantı olacaq. O da cavab D variantı. Növbəti sual Ağıllı Uşaq və Dərzi Şagird Əhməd nağılındakı eyni obrazlar haqqında ortaq fikirdir. Yəni söhbət Əhməddən gedir. Təbii ki, ikisində də Əhməd obrazı var. Xilaskarlıq etməyə müvəffəq olur. Bəli, hər ikisində ölkəni xilas edən Əhməd obrazını görürük. Kömək üçün ona müraciət edilir. Kömək üçün müraciət edilir. Deməli, bu Dərzi Şagird Əhməddəki Əhmədə aiddir. Ağıllı Uşaqdakına kimsə müraciət etmir. Tədbirlidirlər, ağıllıdırlar. Bu ikisinə də aiddir. Sualları cavablandırmaq üçün kömək alan Ağıllı Uşaqdakı Əhməddir. Digəri kömək almır. Təsvir olunan hadisələrin mərkəzində dayanır. Bunu nağıl qəhrəmanları üçün ümumiyyətlə demək olar. 1-3-5 variantıdır. Ona görə cavabımız Y variantı olacaq. Növbəti sualımıza baxaq. 68-ci suala. Erkən yeni dövr Azərbaycan ədəbiyyatının səciyyəvi ola bilməz. Erkən yeni dövr deməli 17-18-ci əsrləri əhatə edir. Deməli, romantizm öz inkişafının ən yüksək mərhələsinə çatmışdır. Romantizm ümumiyyətlə tənqidi realizm romantizm dövrünə aiddir. Bu da 20-ci əsrin təxminən əvvəlləridir. Bunu elə səhv götürəcəyik. Yazılı ədəbiyyatda dünyəvilik, xəlqilik meylləri bu dövrdə var idi. Tarixi epik poemalar, mənzumələr arzu olaraq bu dövrdə yazılırdı. Dastan yaradıcılığının özünün qızıl dövrünü bu dövrdə keçirirdi. Bəli, dastanlar daha çox bu dövrdə yaranıb. Şifahi xalq yaradıcılığının yazılı ədəbiyyata təsiri var. Onsuz da bu hər dövrdə var. Bu dövrdə də daha çoxdur. A variantı. 69-cu suala baxaq. Leyli Məcnun əsəri ilə bağlı yanlış fikirlərdir. Cəmiyyətə müxalif mövqedə dayanan Qeysin faciəsinin başlanğıcı olur dayanması. Bəli, cəmiyyətə müxalif mövqedə, yəni əks mövqedə idi Məcnun. Doğrudur bu. Leylinin atası heç bir şərt daxilində qızını Məcnuna verməyəcəyini bildirir. Bu yanlış fikirdir. Sağalması şərti ilə qızını verə bilərdi. Məcnun da təbii ki, sağalmaq istəmirdi. Məcnunun aşiq olduğunu eşidən anası oğlunu bu yoldan uzaqlaşdırmağa çalışır. Həm Məcnunun anası, həm də Leylinin anası bu işi edir. Yəni uzaqlaşdırmağa çalışır. Doğru fikirdir. Leylinin anası qızının dövrün qaydalarından kənara çıxmaq xəbərini təmkinlə qarşılayır. Xeyr, təlaşla qarşılayır, təmkinlə deyil. İbn Səlam Leylinin rizasını almadan onunla evləndiyi üçün peşmanlıq çəkir. Belə bir şey də yoxdur, peşmanlıq çəkmir. Deməli, yanlışları seçdiyimizə görə 2, 4, 5 seçəcəyik A variantı. Növbəti yenə İskəndərnamə əsərindən bağlı sualdır. Deyir ki, İskəndərnamə əsərindən götürülmüş parça ilə bağlı doğru fikirlərdir. Qanunlar qoyardı yeni və parlaq, ulu babası idi Eys ibn İshak.
Ədalət o qədər yaxınmış ona, qurtları bağlarmış qoyun buduna. Deməli, bu kimdən söhbət gedir? Təbii ki, Feyləqusun ədaləti göstərilir burada. Feyləqusdur babası Eys ibn İssaq olan və onun mübaliğəli şəkildə ədalət o qədər yaxınmış ona, qurtları bağlarmış qoyun buduna. Deməli, burada mübaliğə də var. Cavabdır variantı. Bakıxanovun Hikmətin Fəziləti əsərinin forma xüsusiyyətlərinə aid doğru fikir. Diqqət edin, forma xüsusiyyətləri deyil, məzmunla bağlı şeylər seçməyin. Nəzmlə yazılmışdır, təbii ki, rədifdə yoxdur, doğru fikirdir. Ağıl ən qiymətli sərvət kimi dəyərləndirilir. Bu doğru olsa da götürməyəcəyik, çünki bizə forma deyib. Mənzum hekayədir, doğrudur. Məsnəvi kimi qafiyələnmişdir. Bəli, A, B, B, C, C qafiyəsi var. Bədii suallar əsasında qurulmuşdur deyə bilmərik bu əsərə. Yanlış fikirdir. Müəllif təhkiyəsinə əsaslanır. Bəli, müəllif təhkiyəsinə əsaslanır. Və doğru fikir 1, 3, 5 variantıdır. O da təbii ki, nə? B variantı. Növbəti 72-ci sualımıza baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Sığmazam qəzəlində Allaha aid əlamətlərin insanda təzahür etdiyi bildirilir. Bəli, bu var. Lirik qəhrəman şərhə bəyana sığmamasından söz açır. Bəli, şərhə bəyana sığmaram deyir. Doğrudur. İctimai ədalətsizlik məsələsi bu əsərdə yoxdur tamamilə. İnsanın varlığa və məkana sığmadığını, bəli, varlığa və məkana sığmadığı burada beytlərin birində göstərilir. Deməli, lirik qəhrəman öz mövqeyində tərəddüdlüdür deyil, qətiyyətlidir. Ona görə də cavab olacaq 1, 2, 4, o da Y variantı. Növbəti sualımız Həmzənin qıratı qaçırması qolunda iştirak edən obrazlarla bağlı uyğunsuzluq istəyir bizdən. Bolu bəy hilə işlədərək Koroğlunu Toqata gətirməyə müvəffəq olur. Ümumiyyətlə, Bolu bəy heç vaxt Koroğlunu Toqata gətirmədi. Ərzincana aparmışdı. Bu qolda da ümumiyyətlə bu yoxdur. Elə A variantı uyğunsuzdur. Hasan Paşa Koroğlunu məğlub etmək üçün öz qızını peşkəş verməkdən çəkinmir. Bəli, birini Bolu bəyə, birini də bu qolda Həmziyə peşkəş verir. Xotkar Koroğlunun vahiməsindən qurtulmaq üçün yollar axtarır. Bəli, Xotkarın elə məclisindən başlayır. Nigar xanım Həmzə məsələsində dəlilərin fikrini müdafiə edir. Nigar xanım bəli, dəliləri müdafiə edir bu qolda, qırat qaçırmasında. Həmzə Koroğlu xəyanət etsə də eyni zamanda ona qarşı rəğbəti ilə yadda qalır. Bəli, Koroğluya qarşı xüsusi bir rəğbəti var idi. Bunu da biz Koroğlunun qıratı aparmağa gəlməsində orada görə bilirik. Xətainin Dəhnamə poeması haqqında doğru fikirləri müəyyən edin. Məşuqənin mənəvi aləminin təsvirinə geniş yer vermişdir. Yadınızda qalsın, mənəvi aləm deyil, məşuqənin xarici görkəminin, aşiqin mənəvi aləminin təsviri var burada. Məşuqənin xarici, aşiqin isə daxili aləmi əksini tapır. Rəmzi obrazları birləşdirən ortaq cəhət onların aşiqə yardımcı olmasıdır. Bəli, rəmzi obrazlar huş, gözyaşı, səba, bunlar deməli aşiqə yardım eləyirlər. Mifik düşüncə, məhəbbət haqqında sufi görüşlərlə vəhdət də verilmişdir. Ola bilər. Deməli, burada mifik düşüncə deyəndə biz təbii ki, məşuq obrazı mifik obrazı idi. Onu nəzərdə tutacağıq. Həm də sufi eşq var burada. Sonda, məsələn, aşiqlə məşuqənin ayrılması təsvir olsa da bu bədbin ayrılıq deyil. Öz xeyirxah əməlləri ilə yadda qalan real insan obrazı yaradılmışdır. Bu əsərdə bəli, bağban var. Aşiq məhəbbəti uğrunda çəkdiyi əzablardan şikayətlənməməyi üstündür. Xeyr, burada şikayətlənir. Belə bir şey yoxdur. Cavab olacaq 2, 3, 4. O da C variantı olacaq cavab. Məni candan usandırdı. Məhəbbət mövzusundadır. Tamamlayacaq klassları. Sonsuz əzab-əziyyətə qatılatan aşiqin kədəri və həyəcanı əks etdirilir. Bəli, candan bezdirib bunu məhəbbət. Alınma sözlərin çoxluğu səbəbindən oxucu tərəfindən çox çətin başa düşülür. Belə bir şey demək olmaz. Çoxdur, amma başa düşülməsi rahatdır. Əruz vəzinin rəməl bəhri, rəməl deyil, həzəc bəhrindədir. Səmimi aşiqin eşqinə sadiqliyindən və dönməzliyindən bəhs edilir. Bu da doğru fikirdir. Və cavab olacaq 1, 4, o da Y variantı doğru fikirlər. 76-cı sualda uyğunsuzluq istəyir bizdən. Dastan və poemalarda həyata əks etdirmək üsulları vəhdət təşkil edir. Bəli, doğru fikirdir. Yəni, epik təhkiyə ilə lirik təqdimat vəhdətdə verilir. Doğru da doğru yazıb, uyğundur. Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat nümunələrinin ədəbi növlərə görə təsnifatı prinsipləri fərqlidir. Ədəbi növləri fərqli deyil. Bu yanlış fikirdir. Yəni, ikisində də epik, lirik, dramatik növlər var. Ədəbi növlər üzrə təsnifat budur. Yanlış fikirdir. Qabağına yanlış yazdığı üçün bunu da düz götürəcəyik. Yanlışa yanlış yazıb. Dramatik növdə həyat hadisələri obrazların nitqi və davranışı ilə çatdırılır. Dramatik növdə bəli, doğru fikrə doğru yazıb. Lirik qəhrəman şairin şəxsiyyəti
hər zaman lirik qəhrəmanla şairin şəxsiyyəti hər zaman üstə düşmür. Təbii ki, bu doğru fikirdir. Hər zaman üstə düşə bilməz. Çünki lirik qəhrəman deməli əsərdə göstərilən məsələn tutaq ki, aşiq obrazda necə sevdiyini ifadə edir. Bu o demək deyil ki, həmin obraz belə, həmin lirik qəhrəman həyatda da, yəni müəllif elədir. Olmaya da bilər. Təbii ki, bu başqa cür ola bilər. Üstə düşmür. Doğru fikirdir, amma qabağına yanlış yazıb. Elə cavabımız bu olacaq. Şifahi xalq ədəbiyyatının dramatik növ janrlarının tərkibinə görə digər növlərdən geri qalır. Bəli, çox deyil, azdır. Ona görə digər növlərdən geri qalır. Doğruya doğru yazdığı üçün bu da düzdür. Deməli, cavab olacaq 4, B variantı. 77 Zakir yaradıcılığına aid olan fikirləri müəyyən edin. Təmsillərdə zülm və zorakılıq tənqid edilir, ola bilər. Təbii ki, təmsillərdə bu olur. Lirikası klassik və aşıq şeir üslubunda özünü ehtiva edir. Bəli, həm klassik, həm də xalq şeir üslubunda yazıb. Satiralarında romantizm təşəkkülü. Ümumiyyətlə, romantizmin satirada nə işi var ki? Satira realizmin üstün olur satirada. Yanlışdır. Əsərləri 3 ədəbi növü əhatə edir. Dramatik növdə yazmayıb. Bu da yanlış fikirdir. Deməli, 1-2 cavabıdır. Növbəti sualımız belə bir sualdır. Leyli Məcnun əsərindəki obrazlarla bağlı uyğunluğu istəyir bizdən. Leylinin anası Məcnunun atası İbn Səlam. Leylinin atasının üzərinə qoşun çəkib vuruşur. Leylinin atasının Nofəl idi bu. Heç birinə aid deyil. Aşiqliyin ailənin ar namusu, yaxşı adı üçün təhlükə olduğunu söyləyən Leylinin annesidir. Bura yazacaq B variantı. Dövrün adət-ənənələrinə əməl etməyi vacib sayır. Övladının xəstəliyinə çarə axtaran Məcnunun atasıdır. Bunu bilirik. Gədən aparır ora-bura ki, həkimə sağalsın. Oğul da ki, gedir Allaha dua eləyir ki, eşqimi daha çox artır. Eşqi daha çox artır və təpəsinə eşqi vurur çöllərə. Belə. Nəysə ki, deyir, Leyli eşq qəmindən çəkdiyi əzabı ona etiraf edir. Bəli, anasına etiraf edir bu. Leylinin anası, bunu yazacaq bura. Sonra deyir, ölümü Leyliyə fəğan etmək üçün şərait yaradır. İbn Səlamın ölümü idi ki, Leyli onun ölümünü bəhanə gətirib Məcnun üçün fürsət tapıb ağlaya bilir. Deməli, BD, C, Y. BD, C, Y. Cavab D variantı olacaq. Növbəti sualımıza baxaq. Tamamlaya bilən fikirləri istəyir. Şifahi xalq ədəbiyyatı nümunələrindən bayatlar 4 misralıq çox bəndli, bayatı bir bəndlidir, bu səhvdir. Nəğmələr yalnız dörtlük formasında yazılır. Bəli, fərqli formalarda da yazıla bilər, bu da səhvdir. Holovarlar əkinçiliklə bağlı nəğmələrdir. Bəli, holovarlar əkinçiliklə bağlı nəğmələrdir. Şifahi xalq ədəbiyyatı nümunələrindən elə cavab C variantı olacaq. Məişət nəğmələri xalqın güzaranı haqqında məlumat verir. Bu mərasim nəğmələri idi, yanlışdır. Mahnılar digər folklor nümunələrinin yaranması üçün zəmin yaradır. Xeyr, mahnılar nisbətən gec yaranıb, ona görə yanlışdır bu. Cavab olacaq C. Növbəti sualımıza baxaq, 80-ci sual. Sultan Səncər və Qarı əsərinə aid edilə bilməz. Ədalətli hökmdar olmağın meyarları bir qarının dilindən verilir, doğrudur. Yoxsul rəiyyətin vəziyyəti ölkədəki ədalətsiz idarə etmənin güzgü tutur. Deməli, ölkədəki ədalətsiz idarə etməyə güzgü tutur, bəli, deyə bilərik. Yəni, ədalətsizliyi göstərir. Qarının sözlərindən təsirlənən hökmdar vilayətlərdəki başçıları cəzalandırır. Heç belə bir şey eləmədi axı. Elə dinlədi və salam. Ona görə C variantı səhvdir. Türklərin idarə etmə sistemi ədaləti yüksək qiymətləndirir. Bəli, türklər yüksək qiymətləndirir. Bu Sultan Səncəri isə qarı Hintli quldur adlandırır. Qarı Sultan Səncəri zalımlığına görə, burada da deyib elə onu dediyimi, ona görə C variantı yanlışdır. Yanlış istəyirdi bizdən. Zakirin Badisəba mənim dərdilimi şeirinin lirik qəhrəmanı sevgisindən şad xəbər alacağını ümid edir. Etməsə niyə desin o şeiri? Yazdığı məktubları məktub deyildi. Dediyi sözləri isə Badisəba mənim dərdilimi ol büyütü zibaya dedin nə dedi? Ah naləm asimana yetdin, gərdən minaya dedin nə dedi deyir. Yəni məktublar deyildi. Kövrək duyğuları paylaşmağa bir həmdəm tapmır deyə bilmərik. Sevdiyindən xoş rəftar görmədiyi üçün ahnalə edir. Bəli, bax bunu deyə bilərik ki, Badisəbanın lirik qəhrəmanı belə idi. Xoş rəftar görmədiyi üçün ahnalə edirdi. Səbirsizdir, sevgisinə dərhal qarşılıq gözləyir. Belə bir şey də yoxdur, cavablı variantı. Növbəti sualımız 82-ci sualdır. Belə bir sualdır. Müqayisə cədvəlində uyğunsuzluğu müəyyənləşdirəcəyik. Dodağın qönçədir, dişlərin sədəf, qaşların qüdrətdən qara bəyistan. Gəl elə süzdürmə ala gözləri, vurma ürəyimə yara bəyistan. Bu Aşıq Ələsgərin şeiridir. Sonra deyir ki, aşıq gərək hər məclisdə sayılsın. Sözünü eşidən qansın, ayılsın. Kəlmə çıxar
şirin cana yayılsın. Aşırıb sözünü zilə danışma. İndi baxaq görək. Deməli, aşıq necə olmalıdır onu deyib. Şifahi xalq ədəbiyyatı nümunəsidir. Bu ortaq cəhət olacaq. Bunu çıxacaq buradan. Qoşmanın ilk bəndidir. Birinci üçün demək olar. Çünki ikinci, dördüncü misralar eynidir. Amma burada sayılsın, ayılsın, yayılsın qafiyədir. Bu orta bənddir. Ona görə də şifahi xalq ədəbiyyatı nümunəsidir. İkisinə də aid. Bu şifahi xalq ədəbiyyat deyəndə əslində bu bax yazılı ədəbiyyatdır bunlar, aşıq yaradıcılığıdır. Amma aşıq yaradıcılığını həm də şifahi ədəbiyyat sayırlar. Dövlət İmtahan Mərkəzi də bu cür götürür. Yəni bir dəfə ona görə bunu ortaq fikir versə götürəcəydik. Nəysə bu səhvdir. Qoşmanın ilk bəndidir. İlk bəndi birinci idi. Bunu doğru götürəcəyik. İkinci orta bənddir. Sonra nəsihətamiz xarakteri daşıyır. İkinci üçün deyir, bəli, ikinci nəsihətamizdir. Tərənnüm əsasında yazılmışdır. İkisində də tərənnüm var. Bunu səhv götürəcəyik. Ortaq cəhətdir. Uzun və qısa hecalar heç birinə aid deyil. Çünki uzun və qısa hecalar əruzda olur. Heca vəznindədir. İkisinə də aiddir. Qoşmadır ikisi də. Nəysə ki, cavab olacaq. Bizə nə lazımdır? Uyğunsuz variantlar 1, 4, 5. Belə bir variant da Y variantında var imiş. Növbəti sualımız müqayisə cədvəlinə əsasən doğru fikirləri istəyir bizdən. Doğru fikirlər. Dədə Qorqud və Koroğlu. Valideyn övlad münasibətlərinə toxunulmayıb Dədə Qorqudda. Niyə ki? Var da, o qədər var ki. Məsələn, elə Basatla atası, Uruzla atası, Qazan xan və s. Nəzm hissələrində qoşma gəraylardan istifadə olmuşdur. Dədə Qorqudda qoşma gəraylı yoxdur. O Koroğluya aiddir. Dədə Qorqudda deməli heca olsa da, amma qoşma gəraylı deyil. Sonra Koroğlu dastanı. Sadə xalqın hakim təbəqəyə qarşı mübarizəsi əks olmuşdur. Bəli, Koroğlu dastanında belədir. Qəhrəmanların əksəriyyəti yüksək təbəqənin insanlarıdır. Koroğluda deyil, bu Dədə Qorqud dastanındadır. Bu yanlışdır. Deməli, bizə doğru deyir, bizə doğru fikirlər. Bəylər, xanlar müsbət planda təqdim edilmişdir. Bu birinə aiddir. Deməli, kitab Dədə Qorquda aiddir. Məsələn, Koroğluda mənfi obrazlar idi bəylər, xanlar. Epik təhkiyə, lirik təqdimat vəhdətdə verilməsi bu ikisinə də aiddir. Deməli, bizə doğru fikirlər deməli 2 və 6. Yox, 3 və 6 bağışlayın. 3 və 6. Deməli, oldu 3 və 6, bəli. Növbəti sualımıza baxaq. Hayf yoxdur qoşması ilə bağlı doğru fikirlərdir. Azərbaycan təbiətinin gözəllikləri, bəli, Kür qırağının gözəlliklərindən danışır, qələm almışdır. Həyata əks etdirmək yalnız tərənnümə əsaslanır. Yalnız tərənnüm demək olmaz burada, çünki hayf ki yoxdur deyir. Bu tərənnüm, burada gözəllərin müəyyən tərənnüm olsa da, ümumiyyətlə bu əsər tərənnüm əsasında yazılmış əsər hesab edilməməlidir, ictimai motivlidir və hayf ki yoxdur deyir. Yəni tərənnümdə müsbət tərəflər göstərilməlidir. Məsələn, var desəydi, nəysə ki, bədii təzaddan istifadə əsərin təsir gücünü artırmışdır. Demək olar, hər bənddə biz rast gələ bilirik. Nələrinsə var, nələrinsə yox olduğunu görürük. Şeirin yaranması ilə bağlı rəvayət də mövcuddur. Bəli, İbrahim xanla bağlı, İbrahim xanın Kür qırağına gəlməsi və Vaqifin orada xalqın vəziyyətini görərək bu şeir yazması rəvayəti var. Məhəbbət motivinə xüsusi yer verilmişdir. Məhəbbət deyil burada. Ona görə də bu nədir? Doğru fikirlər 1, 3, 4 cavabını götürəcəyik. Sonraki sualımıza baxaq uşaqlar. Deməli, 85. İskəndərnamə əsərindəki Feylaquz, İskəndər, Nüşabə obrazlarını birləşdirən ortaq cəhətdir. Deməli, Feylaquz, İskəndər və Nüşabə. Yaxşı dövlət başçısı kimi şöhrət qazanmaları. Feylaquz, İskəndər və Nüşabə hər biri müsbət obrazdır. Bəli, Feylaquz İskəndərin atasıdır. Nüşabə də müsbət obrazdır. Dairəyə xərac vermələri. Nüşabəyə aid etmək olmaz bunu. İkisinə aid etmək olar. Elmi sənəti yüksək qiymətləndirmələri, bu İskəndərdə görürük bunu. Əhalinin firavan yaşamasını təmin etmələri deyə bilərik, çünki müsbət obrazlardır deyə bunu demək olar. Müxtəlif döyüşlərdə şücaət göstərərək qalib gəlmələri, Nüşabəni belə döyüşlərdə görmədik. Ona görə də 1 və 4 götürə bilərik, üçünə də ortaq cəhət kimi. Və cavabımız 1-4. 86-cı suala baxaq. O kimdir ki, deməli, hamı zaddan ucadır. O kimdir ki, istəkləri bicadır. O kimdir ki, 14-də qocadır. 30-a yetəndə növcavan olur. Bu qıfılbənddir. Şeirin orta bəndidirmi? Bəli, 3 misra eyni qafiyələndiyinə görə, sonraki misra fərqli olduğuna görə orta bənd demək olar.
Məzmun etibarilə tapmacaya bənzəyir. Bəli, məzmun çünki aiddir bu. Əruz vəzninin tələbləri ciddi şəkildə qorunur. Hecə vəznindədir bu, yanlışdır. Təkrirlər bəndin təbii bədii təsir gücünü artırır. Təkrirləri görürsüz. O kimdir, o kimdir, o kimdir. Doğru fikirdir. Bədii ifadə vasitələrinin yer verilməməkdir. Elə təkrir var da, dedik. Bir də inversiyalar falan da var. Nəysə. Heç burada inversiya yox imiş, amma yəni bədii ifadə vasitələrinə yer verilməmişdi. Məsələn, təkrirlərə var. Deməli, nə istəyir bizdən? Doğrunu istəyir. 1, 2 və 4-ü götürəcəyik. Uşaqlar, deməli, cavabımız budur. Belə, növbəti sualımıza baxaq. Videonun əvvəlində dediyim elanı mütləq izləyin, uşaqlar. Artıq qruplarımız başlayacaq, yerlər məhdud olacaq. Vaxtında qoşulmağınız tövsiyə olunur. Kim istəsə təbii ki. Bir də ədəbiyyat üzrə blokdan sonra möhtəşəm qruplarımız olur hər il. Keçən ildə olub, bilirsiniz, çoxumuzun məlumatı var. YouTube'da da paylaşılıb. Məsələn, müəyyən videolar da var. Sürət qrupları, sınaq qrupları. Qoşula bilərsiniz ona da imtahandan, buraxılışdan sonra. Deməli, Koroğlu və Bolu bəy qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin deyir. Etdiyi xəyanətə görə Koroğludan bağışlanma diləyir. Xəyanət məsələsinə görə Bolu bəy xəyanət etmir. Bolu bəy düşməndir təbii ki. Mehdər Murtuzu götürəcəyik bunu. Anı bura yazacağıq. Koroğlunu məhv etmək üçün Qacar alında ona verilməsini istəyən deməli Bolu bəy idi. Qacar alını və Mehdər Murtuzu istəmişdi. Xodkara şad xəbər vermək üçün onun yanına yollanan Hasan Paşa idi. Qızını göndərir Ərzincana. Özü də Xodkara gedib xəbər vermək istəyir ki, bəs Koroğlunu tutmuşuq. O da belə. O da Koroğlu əldən çıxır, qaçır. Nəysə, belə bir şey. Sonra qolun sonunda Koroğlu tərəfindən öldürülür. Əslində burada Bolu bəy öldürülür. Bolu bəy öldürülür. Deni buraya yazacağıq. Mehdər Murtuzu öldürmür, bağışlayır. İkisi də üzr istəyir, amma Mehdəri bağışlayır, Bolunu öldürür. Çənlibeli tanıdığı üçün qoşuna bələdçilik edən də Mehdər idi. Mehdər Murtuzu idi. Ona görə bu Y variantıdır. Deməli, 1-ə BD, 2-ə AC, AY, 2-ə AY, 3-ə də C. Belə bir cavabdır. Nəysə ki, buradan qutardıq. Situasiyamıza baxırıq, uşaqlar. Situasiyanı oxuyursunuz. Deməli, belə bir şeirdir. Sualımıza baxaq. Birinci bənddə istifadə edilmiş bədii təsir vasitəsi. Məsələn, birinci bənddə deyir ki, sən mənim köhlənim, oynaq atımsan. Mənim yaman gündə ehtiyatımsan. Qoymaram başına açsınlar kələk. Duruşun bulutdur, yerişin külək. Baxın, duruşun bulutdur, yerişin külək. 2 dənə təşbih var burada. Deməli, təsir vasitəsi nümunə. Duruşun bulutdur, bura yazırsınız. Yerişin də nə idi? Yerişin də küləkdir. Onu da bura yazırsınız. Nümunə budur. Ya da ki, belə yaza bilərsiniz. Daha doğrusu bu sual belə yazılmayacaq. Bura yazacağıq təşbih. Nümunəni də bura yazacağıq. O dediyim axırıncı misranı. İkinci bənddə istifadə olmuş bədii ifadə vasitəsi. İkinci bəndə baxaq görün nə var. Xətrində varmı boranlı çağlar? Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalim qaçaqlar. Yalnız ümidimi bağladım sana. Dedim ey köhlənim qanadlansana. Deməli, burada inversiya var. Uşaqlar. Bir də bədii sual var. İnversiya, ifadə vasitəsi, inversiya. İnversiya orada söz sırasının pozulmasına aid bürümüşdü bizi. Deməli, zalim qaçaqlar. Onu yazırsınız. Bədii sualda elə birinci misranı yaza bilərsiniz. Növbəti sualımıza baxaq. 89-da at əsəri, bir də Həmzənin qıratı qaçırması əsəri deyir ki, əsərin qəhrəmanlarının həyatda atın rolu ilə bağlı oxşar cəhətlər yazın. At əsərində və Həmzənin qıratı qaçırmasında atın rolu. Deməli, hər iki əsərdə at igidin ən yaxın dostu kimi təqdim olunur. Məsələn, yaza bilərsiniz. Hər iki əsərdə deməli, atın yerişi, duruşu yüksək qiymətləndirilir. Yəni, burada da yaxşı qaçan at olduğu bəlli olur. Orada da deməli, hər ikisində atın deməli, igidi dardan qurtarması məsələsinə toxunulur və s. Yəni, belə deyək də, atla bağlı müsbət fikirlər döşün geçsin, yazın geçsin də, elə bir mahiyyətli sual da deyil. At əsərində verilmiş nümunənin forma xüsusiyyətləri ilə bağlı fərqli xüsusiyyətlər yazın. Deməli, at əsəri qoşma
formasındadırmı? Yox. 2-2 qafiyələnib bu da, amma bu əruzda deyil. Hə, bizə nə deyib ki? Mən o şuxu gülür rəna deməyim, bəs nə deyim? Aşiqə bülbül şeyda deməyim, bəs nə deyim? Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm. Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim? Aha. Deməli, fərqli xüsusiyyətlər. Bu qəzəl janrındadır. Nümunə. Nümunə nədir? Bura deməli, nə yazacağıq? Qoy görüm. Burada yaza bilərsiniz ki, uşaqlar. Bu, məsələn, yazın ki, at əsəri. At əsəri və verilmiş nümunə forma xüsusiyyətlərlə bağlı fərqli xüsusiyyətlər. Deməli, at əsəri yazın ki, A, B, C kimi qafiyələnmişdir. Amma digər bu əsər qəzəldir və bu qafiyələnib, tutaq ki, necə? A, B, və s. formada qafiyələnib. Burada birinci əsər 2-2 qafiyələnsə də hecə vəzninə daha çox uyğundur, oynaqdır, onu yaza bilərsiniz. İkinci əsər əruz vəznindədir, onu yaza bilərsiniz. Forma xüsusiyyətləri deyil, məzmuna ona görə keçmirik. Sonra deməli, burada bədii suallara az yer verilib at əsərində. Məsələn, burada bədii suallara çox yer verilib. Hər iki beytdə var. Hətta 3 dəfə bədii sual işlənib, bunu yaza bilərsiniz. Və s. Yəni, forma xüsusiyyətləri çox tapmaq olar. Bəhirləri fərqlidir. Biri, məsələn, ikinciyə yaza bilərsiniz. Əruz vəzindədir, birinciyə hecə vəzində də yaza bilərsiniz. At əsəri hecadır. Belə. Yəni, bu kimi fikirlər, başqa da nə fikirlər yazmışsınızsa yaza bilərsiniz rəy bölümünə. Hələlik özünüzə yaxşı baxın, sağ olun.